Bu tipli xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Kartınıza və ya bank hesabınıza gözləmədiyiniz halda başqa bir şəxsin pulu köçürülübsə, bu vəziyyətdə nə etməyə lazımdır? Bəs öz pulunuzu səhvən başqa şəxsin kartına göndərmisinizsə, həmin vəsaiti geri almaq mümkündürmü? Bu suallar son dövrlərdə bank xidmətlərindən istifadə edən vətəndaşlar üçün xüsusilə maraq doğuran məsələlərdən biridir. Çünki kartdan karta pul köçürmək kifayət qədər asanlaşsa da, yanlış karta göndərilən vəsaitin geri qaytarılması hər zaman eyni dərəcədə sadə olmur. Bank eksperti Emin Kərimovun açıqlamasına görə hazırda belə hallarla bağlı bütün banklarda eyni formada tətbiq olunan vahid və avtomatik geri qaytarma mexanizmi yoxdur. Bunun əsas səbəblərindən biri isə bank köçürmələrinin adətən müştərinin öz iradəsi ilə həyata keçirilməsidir. Tutaq ki, vətəndaş pul göndərərkən kart nömrəsinin bir hissəsini səhv daxil edir və nəticədə vəsait başqa şəxsin hesabına gedir. Belə vəziyyətdə ilk addım bankla əlaqə saxlamaq və əməliyyatın səhv həyata keçirildiyini bildirməkdir. Bank müraciəti qəbul edə və vəziyyətin araşdırılması üçün müvafiq proseduru başladaraq qarşı tərəflə əlaqə saxlaya bilər. Lakin burada mühüm bir məqam var. Bank qarşı tərəfin hesabından həmin məbləği istədiyi vaxt bir tərəfli qaydada silmək imkanına malik deyil. Çünki pul artıq digər şəxsin hesabına daxil olub və bankın həmin vəsait üzərində sərəncam verməsi üçün hüquqi əsas tələb olunur. Əgər pulu səhvən alan şəxs vəziyyəti başa düşürsə və vəsaiti geri qaytarmağa razıdırsa, problem adətən daha asan həll olunur. Bu halda həmin şəxs vəsaiti göndərən tərəfə geri köçürə bilər. Amma başqa bir vəziyyət də mümkündür. Vəsaiti alan şəxs pulu hesabından çıxaraq xərcləyə və ya geri qaytarmaqdan imtina edə bilər. Belə halda bankın həmin şəxsə birbaşa məcburi təsir göstərmə imkanları məhdudlaşır. Yəni vətəndaşın səhv köçürdüyü pulun avtomatik şəkildə dərhal geri qaytarılması zəmanətli proses deyil. Mütəxəssislər buna görə vətəndaşlara pul köçürərkən daha diqqətli olmağı tövsiyə edirlər. Köçürmə həyata keçirilməzdən əvvəl kart nömrəsini və digər hesab məlumatlarını bir neçə dəfə yoxlamaq vacibdir. Bəzi kart köçürmələri zamanı qarşı tərəfin adının və soyadının baş hərflərinin göstərilməsi də düzgün şəxsin seçildiyini müəyyənləşdirmək üçün əlavə imkan yaradır. Sizə tanımadığınız şəxsdən pul köçürülübsə nə etmək daha düzgündür? Belə vəziyyətdə həmin vəsaiti öz pulunuz hesab edib xərcləmə əvəzinə bankla əlaqə saxlamaq daha doğru addımdır. Çünki vəsaitin həqiqətən səhv köçürülmədiyi araşdırılmalıdır. Digər pulun başqa şəxsə məxsus olduğu müəyyənləşərsə, onun geri qaytarılması üçün bankın təqdim etdiyi prosedura uyğun hərəkət etmək lazımdır. Mütəxəssislərin fikrincə, gələcəkdə bu cür halların daha rahat həll olunması üçün xüsusi hüquqi mexanizmin yaradılması mümkün ola bilər. Lakin belə bir mexanizmin hazırlanması da asan məsələ deyil. Çünki hər bir köçürmənin səhv edildiyini avtomatik müəyyənləşdirmək mümkün olmaya bilər.